Gəlin baxaq, DNT-də olan məsələləri necə həll edə bilərik? DNT məsələlərində birinci nukleotid və azot əsası terminini bir-birindən ayırmağı bacarın. Ümumiyyətlə DNT molekulundan gedirsə söhbət, burada 4 növ adenin, guanin, sitozin və timin nukleotid və 4 növ azot əsasları var burada. Adenin, guanin, sitozin və timin. Növ olaraq da 4 növ qeyd edəcəyik. Bu nukleotidlə azot əsasının fərqi nədir? Gəlin baxaq. Burada adenin azot əsasıdır. Amma nukleotid dedikdə, nukleotid baxın, adenin azot əsası, karboksil qrupu və orta fosfat turşusu. Bunlar birlikdə adlanacaq nukleotid. Və dezoksiribonuklein turşusunda olan nukleotidin karboksil qrupu C5H10O4 olacaq. Bu dezoksiribozadır. 5 karbonlu karbohidratımızdır. RNT-də olan isə RNT-də olan karboksil qrupu isə C5H10O5 olacaq. İndi baxın, bu RNT-də olan nukleotiddir. Bu DNT-də olan nukleotiddir. Və bunlar bir-birindən növünə görə fərqlənirlər. Azot əsasları eynidir. Hər birində azot əsası adenindir. Lakin bunların karboksili bir-birindən fərqlənir. Burada karboksil C5H10O4, burada isə C5H10O5 olacaqdır. Ona görə də DNT və RNT-də hər ikisində birlikdə nə qədər nukleotid soruşularsa deyəcək 8 növ nukleotid olacaq. Lakin azot əsaslarını soruşsa, azot əsasları adenin, guanin, sitozin, timin və urasil 5 növ azot əsası olacaq. Yəni bunlar hər biri eyni şəkildədir. Lakin DNT-də timin, RNT-də isə urasil azot əsası olacaq. İndi baxaq DNT molekulunun quruluşuna və burada olacaq məsələləri necə həll edə bilərik. Deməli, DNT molekulunda 2 zəncirlidir. Bu şəkildə. Və zəncirlərdə adenin, timin, sitozin, guanin və komplementarlıq prinsipinə görə digər zəncir qurulur. Adeninin qarşısında timin, timinin qarşısında adenin, sitozinin qarşısında guanin, guaninin qarşısında isə sitozin olacaq. Adenin və timin nukleotidləri arasında 2 qat rabitə, sitozin və guanin nukleotidləri arasında isə 3 qat rabitə olacaq. Biz də DNT ilə əlaqəli məsələləri bu şəkildə verə bilərlər. İlk olaraq hidrogen rabitələrin sayı. Hidrogen rabitələrin sayı 2 adenin üstəgəl 3 guanin düsturundan tapa bilərik. Başqa cür hidrogen rabitələrin sayı ümumi nukleotidlərin sayının üzərinə guanin və ya sitozin sayını gəlməklə tapmaq olar. Bu bizim hidrogen rabitələrin sayı. Baxın, hidrogen rabitələri budur. 2 zənciri bir-birinə birləşdirən rabitələrdir hidrogen rabitələri. İndi baxaq, bəs bir zəncirin qurulmasında hansı rabitələr iştirak edir? Baxaq, adenin nukleotidi H3PO4. Aşağıda bir dənə yazaq sitozin nukleotidi. Timin nukleotidi. Sıralamanı yəni necə istəsəniz yaza bilərsiniz. Bir dənə də qeyd eləyək guanin nukleotidi. Bu bir zəncirin yaranmasıdır. Zəncirin yaranmasında deməli birinci nukleotidin karbohidratı digər nukleotidin orta fosfatı ilə. Yəni özündən aşağıda yerləşən nukleotidin orta fosfatı ilə birləşmə əmələ gətirir. Və burada olan bu rabitə adlanacaq kovalent rabitə. Deməli, DNT molekulu zəncirlər arası molekulun quruluşunda, baxın bu zəncirlər arasında burada nə olacaq? Timin və burada H3PO4
Aşağıda sitozinin qarşısına 3 qat rabitə ilə guanin. Burada yenə karbohidrogen və H3PO4. Yenə aşağıda timin qarşısında adenin, karbohidrogen, H3PO4 və guanin qarşısında sitozin, karbohidrogen və H3PO4 olacaq. Yenə burada zəncirlər arası rabitənin düzülməsi üçün karbohidrogeni ilə digərinin ortofosfat turşusu, yenə birinin karbohidrogeni ilə digərinin ortofosfat turşusu. Baxın, bu şəkildə zəncirlər arası kovalent rabitə yaranacaq. İndi bizə deyilərsə, bu DNT molekulunda ümumi rabitələrin sayını necə tapmaq olar? Rabitələrin sayı, burada bizdən həm hidrogen rabitələrini soruşa bilər. Məsələn, hidrogen rabitələrin sayı, biz dedik ki, nukleotidlərin sayının üzərinə guanini gələrək tapa bilərik. Qeyd eləyək, nukleotid sayı üstəgəl guanin, üstəgəl ümumi rabitələrin sayı, baxın, hər bir nukleotid arasında bir dənə kovalent rabitə var. Və bir zəncirin yaranmasında iştirak edən kovalent rabitə buradakı nukleotidlərin sayından bir vahid aşağıdır. Onda iki zəncirin yaranmasında ümumi nukleotidlərin sayından 2 çıxaraq biz burada həm hidrogen rabitələrini bu şəkildə, kovalent rabitələri də bu şəkildə tapa bilərik. Sonra isə hər ikisini toplayıb cavabı qeyd edə bilərsiniz. Daha sonra bizdən zəncirin xətti uzunluğunu soruşa bilər. Xətti uzunluğunu tapmaq üçün biz bir zəncirin ümumi molekulda verilən nukleotidlərin sayı hər iki zənciri bizdə göstərir. Amma biz molekulun xətti uzunluğunu tapmaq üçün bir zəncirdə olan nukleotidlərin sayını bilib ona görə tapa bilərik. Yəni, əgər bütün molekulda olan nukleotidlərin sayını n ilə işarə etsək, n bölünsün 2, burada bir zəncirdə olan nukleotid sayını taparaq vurarıq 0,34'e. Bununla da biz ümumi DNT molekulunun deməli xətti uzunluğunu tapa bilərik. Daha sonra bizdən soruşula bilər ki, bu uzunluğuydu. Bizdən soruşa bilər ki, çəkisi, kütləsi DNT molekulunun, kütləsinin isə biz nukleotidlərin sayını 300'e vuraraq tapa bilərik. Deməli dedik, xətti uzunluğunu tapmaq üçün nukleotid sayını 2'ye bölüb 0,34'e vurarıq. Rabitələrin sayını tapmaq üçün nukleotid sayı ilə guanini toplayıb və nukleotid sayının 2'ni çıxaraq kovalent rabitələri tapıb bu şəkildə hesablaya bilərik. Daha sonra sual belə düşə bilər ki, molekulda neçə pentoza 3 rabitənin əmələ gəlməsində iştirak edər. Baxaq pentozalara. Baxıram. Buradakı pentoza, başda gələn pentoza bir burada H3PO4'lə rabitə əmələ gətirir. Bir burada öz azot əsası ilə rabitə gətirir. Bir də özündən aşağıda yerləşən, baxın, H3PO4'lə rabitə əmələ gətirir. Deməli, burada 3 dənə rabitə əmələ gətirdi bu pentoza. İkinci pentozaya baxıram. İkinci pentoza yenə öz azot əsası ilə rabitə əmələ gətirir. Özünün H3PO4 ilə bir də özündən aşağıda gələn H3PO4 ilə. Bu da 3 dənə rabitə əmələ gətirdi. Axırda yerləşənə, yenə ortada yerləşəndə yenə öz H3PO4'ü, öz azot əsası və ondan sonra gələn nukleotidin H3PO4'ü ilə rabitə əmələ gətirir. Ən axırda yerləşənə baxarıq. Baxın buna. Ən axırda yerləşən. Bu isə bir burada, bir də burada. Yəni bundan aşağıda gələn H3PO4 olmadığı üçün 2 dənə rabitənin əmələ gəlməsində iştirak edir. Özünün azot əsası və özünün H3PO4'ü ilə. Ona görə də ümumi nukleotid sayından 2'ni çıxaraq biz tapa bilərik ki, pentozalar neçə pentoza 3 rabitənin əmələ gəlməsində iştirak edəcək. Amma deyilsə ki, neçə pentoza 2 rabitənin əmələ gəlməsində iştirak edəcək. Hər zəncirdəki biz ən sonda yerləşən karbohidrogeni pentozanı götürə bilərik. Sonra bizdən soruşula bilər ki, pentoza və fosfat turşusu arasında qalan rabitələrin sayı. Baxın, pentoza ilə bu hər bir pentoza ən axıra gələnə qədər fosfat turşusu, bir öz fosfatı, bir özündən aşağıdakı fosfat. 2 burada rabitə əmələ gətirir. Yenə hər bir pentoza
öz fosfatı, özündən aşağıda gələn. Burada da 2. Burada da baxırıq yenə hər bir pentoza öz fosfatı və özündən aşağıda gələn. Baxın bu rabitələrə əmələ gətirir. Baxın belə. Onda bizdən soruşularsa pentoz və fosfat turşusu arasındakı rabitə sayı yenə bu aşağıdakı pentozanın özündən aşağıda gələn nukleotidi yoxdur. Ona görə baxın burada bir dənə rabitə əmələ gəlir. Deməli buradakı pentozaların hər biri 2 dənə rabitənin əmələ gəlməsini iştirak edəcək. Ta ki bu sonda gələn pentozaya qədər. Ona görə də bizdən molekulda pentoza və fosfat turşusu arasındakı rabitə sayını soruşularsa 2n-2 düsturundan hesablaya bilərik. Sonra bir dəqiqə buranı silək. Bizdən soruşa bilər ki, molekulda neçə nukleotid 3 qat hidrogen rabitənin əmələ gəlməsində iştirak edir. 3 qat hidrogen rabitənin əmələ gəlməsində iştirak edəcək nukleotidlərimiz guanin və sitozinlərdir. Baxaq, 3 qat rabitə bir buradadır, bir də buradadır. Burada neçə dənə nukleotid əmələ gəlməsini iştirak edib? 1, 2, 3, 4 dənə nukleotid bu rabitənin əmələ gəlməsini iştirak edib. Onda deyirəm ki, guanin və sitozinlərin sayı qədər nukleotid 3 qat hidrogen rabitənin əmələ gəlməsini iştirak edib. Yox, əgər məsələnin şərtində verilərsə 3 qat hidrogen rabitələrin sayı məsələn 10 ədəddirsə, onda bu molekulda 10 dənə guanin var, 10 dənə də sitozin bu şəkildə tapa bilərsiniz. Daha sonra molekulda soruşula bilər ki, maksimum neçə nukleotid 3 qat rabitənin əmələ gəlməsində iştirak edər. 3 qat rabitənin əmələ gəlməsində iştirak edən nukleotidlər, baxaq, adenin nukleotidinə 1-2 dənə hidrogen rabitənin əmələ gəlməsini iştirak edir. Bir dənə də özündən sonra. Amma baxın burada ortada gələn adeninə bu 2 dənə hidrogen rabitənin əmələ gəlməsini iştirak edir ortada gələn. Bir özündən yuxarıda, bir də özündən aşağıda. Deməli, adenin nukleotidi və ya timin nukleotidi zəncirin başında gələrsə, yəni əvvəlində gələrsə, qeyd edək, zəncirin əvvəlində gələrsə, 3 qat rabitənin əmələ gəlməsini iştirak edir. 2 dənə hidrogen rabitəsi, bir də özündən sonra gələn rabitə. Əgər zəncirin ortasında gələrsə, 4 qat rabitənin əmələ gəlməsini iştirak edir. Yəni 2 dənə hidrogen, bir özündən yuxarıda olan kovalent rabitə, bir də özündən aşağıda gələn kovalent rabitə ilə birləşmə əmələ gətirəcək. Onda desək ki, molekulda maksimum neçə nukleotid 3 qat rabitənin əmələ gəlməsində iştirak edib. Deməli, bizim bu adenin və timinlərimiz maksimum soruşduğuna görə, demək bu hər biri zəncirin əvvəlində yerləşib. Qeyd edirəm, 2 dənə zəncir çəkirəm. Deməli, adenin və timinlər baxın bu şəkildə yerləşib. Onda deyirəm ki, 3 qat rabitənin əmələ gəlməsi üçün mütləq adenin və timin zəncirin əvvəlində yerləşməlidir. Deməli, burada 4 dənə nukleotid 3 qat rabitənin əmələ gəlməsində iştirak edəcək. Əgər minimum soruşularsa biz 0 götürərik. Çünki adenin və timinlər ortaya gələndə, onda zəncirin əvvəlində gələn heç bir nukleotid, yəni guanin və sitozin 3 qat rabitənin əmələ gəlməsində iştirak eləməyəcək. Onda gəlin baxaq, guanin və sitozin zəncirin əvvəlində və sonunda, ortasında gələrsə neçə qat rabitə əmələ gətirər? Baxın, zəncirin əvvəlində və ya sonunda gələrsə guanin 3 dənə hidrogen rabitə ilə birləşmə əmələ gətirəcək guanin nukleotidi. Bir dənə də buradakı kovalent rabitə. Deyirik, guanin və sitozin nukleotidləri, bir də burada nukleotid sözünü xüsusilə qeyd edelim. Çünki azot əsasları deyilərsə artıq bu fərqli olacaq. Guanin və sitozin nukleotidləri zəncirin əvvəlində və ya sonunda gələrsə 4 qat rabitənin əmələ gəlməsini iştirak edəcək. Əgər guanin və sitozin nukleotidləri zəncirin ortasında gələrsə, ortasında, baxın, məsələn buradan baxaq sitozinə.
Ortada gəlir 3 dənə buradakı hidrogen rabitələri var. Bir özündən əvvəlki, bir də özündən sonraki kovalent rabitə. Burada isə 5 qat rabitənin əməyə gəlməsində iştirak edəcək. Burada bir dənə fərqli nə deyə bilərəm sizə? Siz diqqətli olun ki, nukleotid deyil yoxsa azot əsas. Azot əsasları adenin azot əsas zəncirin əvvəlində gələrsə, baxın 3 rabitənin əməyə gəlməsində iştirak edəcək. 2 hidrogen, bir də öz karbohidrogeni ilə birləşən. Sitozin və guanin zəncirin ortasında gələrsə, bir öz karbohidrogeni, bir də 3 dənə. Deməli, adenini buraya yazaq 3 dənə. Sitozin əgər ortada gələrsə 4 dənə. Timinə baxaq. Yeni ortada gəlir, yeni 3 dənə. Baxın, bu azot əsasından gedir ha söhbət. Nukleotid olsaydı düzdür 4 dənə olasıydı. Özündən yuxarı, özündən aşağı. Və guanin nə olsun ki, zəncirin sonuna gəlib. Bu azot əsası nə ilə birləşəcək? 3 qat buradakı hidrogen rabitə və bir dənə də öz karbohidrogeni ilə birləşmə əmələ gətirəcək. Burada yazırıq 4 rabitənin əməyə gəlməsində iştirak edər. Əgər bizdən məsələnin şərtində deyilərsə, molekulda minimum neçə nukleotid 4 rabitənin əməyə gəlməsində iştirak edər? 4 rabitənin əməyə gəlməsində iştirak edib minimum şəkildə soruşursa, deməli, mən burada qeyd edirəm ki, bütün adenin və timinlər zəncirin ortasında gəlir. Bunu qeyd elədim. Amma minimum dediyi üçün, baxın, bu 4 dənə guanin və sitozini burada yerləşən. Buradan çıxıram. Çünki bunlar əgər guanin və sitozin burada olsaydı, bunlar da 4 dənə rabitənin əməyə gəlməsində iştirak eləyərdi. 4 dənə bunları çıxıram. Deyirəm ki, burada mən yalnız ortada gələn adenin və timinlərin cəmini hesablayaraq deyirəm. Sonra gəlir ki, neçə nukleotid, maksimum neçə nukleotid 4 rabitənin əməyə gəlməsində iştirak eləyər. Onda artıq deyirəm ki, bu zəncirdə maksimum nukleotidlər olması üçün adenin və timinləri də ortada yerləşdirirəm. Bir də deyirəm ki, guanin və sitozinlər zəncirin ortasında və əvvəlində gəlib və üzərinə də ortada əvvəldə gələn guaninlər gələrək deyirəm ki, maksimum şəkildə də bu qədər deməli nukleotid iştirak etmişdir. Sonra və bizdən soruşularsa, molekulda maksimum neçə nukleotid 5 rabitənin əməyə gəlməsində iştirak edər. Maksimum dediyi üçün deyirəm ki, bütün guaninlər və sitozinlər zəncirin ortasında gəlib. Burada bir guanin, zəncirin əvvəlində də timinlə adenin gəlib. Çünki bunlar ortada gəlməlidir ki, maksimum şəkildə 5 qat rabitə olsun. Əgər guanin burada gəlsəydi, onda burada 4 rabitə olardı, 4 qat rabitədə olasıydı. Maksimum şəkildə 5 qat rabitənin olması üçün guanin ilə sitozinin cəmini toplayaraq qeyd edə bilərsiniz.